Salam dəyərli tələbələr, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Mən sizin məntiq və informatika müəlliminiz Dövran Cəfərov. Bu gün sizlərə dövlət qulluğuna və magistratura imtahanına düşmə ehtimalı yüksək olan bir sualın izahını verəcəm. Təbii ki, söhbət 478-ci sualdan gedir. Ardıcıllıqlara aid bir sualdır. Vaxt itirmədən həllinə baxaq. İlk olaraq birinci sıranın məntiqini tutmağa çalışsaq. 2-ni 2-yə vursam edir 4. Üzərinə 2 gəlirəm 6. 6-nı 2-yə vuram 12. Üzərinə 2 gəlirəm 14. 14'ü 2'ye vuram 28. Demək birinci sıranın məntiqi nə oldu? Vur 2, üstəgəl 2. Keçirəm ikinci sıraya. İkinci sırada 2'ni 3'e vuram 6. Üzərinə 3 gəlirəm 9. 9'u 3'e vuram 27. Üzərinə 3 gəlirəm 30. 30'u 3'e vuram 90. Demək ikinci sıranın məntiqi nə oldu? Vur 3, üzərinə gəl 3. Artıq 3-cü sırada sizi yormaq istəmirəm, vaxtımız da getməsin. 3-cü sıranın məntiqi vur 4, üzərinə gəlsin 4. Diqqət yetirsək, biz buradan bir algoritm kimi bir ardıcıllıq aldıq. Vur 2 üstəgəl 2, vur 3 üstəgəl 3, vur 4 üstəgəl 4. O zaman məntiqən 4-cü sırada olacaq. Vur 5, üzərinə gəlsin 5. İndi gələk həmin iki cavab variantını axtarmağa. Burada təbii ki, B, C və E variantı ilk baxışda məntiqli gəlir. Çünki 1-i 5-ə vurduqda 5 edir. 2-ni 5-ə vurduqda 10 edir. 3-ü 5-ə vurduqda 15 edir. 5-in üzərinə 5 gəlirəm 10. 10-un üzərinə 5 gəlirəm 15. 15-in üzərinə 5 gəlirəm. Nə alıram? 20 alıram. Sonra keçirik 3-cü sıraya. Onu vuran 5'e 50. 5'i 15'e vuranda 75 edir. Demek C variantı avtomatik nedir burada? Səhvdir. 20'ni 5'e vuran edir 100. 50'nin üzerine 5 gəlirəm 55. 100'ün üzerine 5 gəlirəm 105. 55'i 5'e vurduqda edir 275. Ama burada ne yazıb? 165 yazır. O zaman B variantı da yanlıştır. 105'i 5'e vuran 525. Cavabımız olur E variantı.